Hello Poland. Hello. Gedənin yerdə. Anne ne diyeyim bu başka birisi? Üstdən şikayət ediblər, deyər. Zarafat eləyirəm. Ay Kız ne başlayacağım? Yox, dəxli yoxdur, onun əlaqəsi yoxdur. Bir de tamam. Mən söz söyləmək istəmirəm açığı. Kızım, ağlıma. Yəni mən bilmirəm ki, Elə ki, atdı xain. Hadi biz deməmişik hara gedirik. Hə, yaxşı diləmdir. Biz gedirik Polşaya. Birinci Varşav, Gdansk, Krakow, Zakopan. Bəli. Görün yanımızda kim var? Servis var. Servis. Hoş gelmişsiniz. Xoş gördük. Gelmişsiniz Sizinle bisküvi. birleşecek. Aa, tutar çəkir. Ne kadar çekil. Hana tutun. Evde heyecanla Niyə gəlib gözlüyorum. qarşılamır ki məni? Dedim düşək dedim neyiniram. Belə oldu. Gör nə şirinmiş qadı, eləmə. Işıqdan çəkdə xahişəm, kadr al. Bir dəqiqə. Uşaqlar, bu Mişqadan danışır Fərhad. Çəkməsə minciyəcək. Cebini qucaqlayacaq o. Get qucaqla çəkək. Pulmandır o. Bizdə pulmandır o. Get qucaqla da. Ay yox, pulla olar. Acaba edirəm. Aa dostlar, bura bilirsiniz haradır? Bura bizim keçən dəfə qaldığımız yerdir. Sen baxın buradan. Buradan da magnet Ben işe almışdıq. gidende buradan düşürken özümü öyle cool hissediyordum. necədir Fərhad? Nice. Laman desən bəyənmədim. Niyə? Mən göbəklə yeməyəcəm, şəxsən bəyəndim. Amma mən səni gözləyirik. Belə. Okey, sağ ol. Çox qəşəng yerdir. Getdik. Bəlkə daha içəridə daha gözəl bir yer var. Aşağıya gedir. Daha gözəl bir yer var. Nə var? Bəli. Gözəl. Gözəl. Bir də bunu demək. Bax gözəl. Bak, yok. Ben çok güzel değil. Bu bak çok isteği. Yok. Ne dediyse. Onun yansımayan çok isteği. Dedim ki, dedim güzel değil. Bak ben öyle bilen güzel değil. Bir de var. Aç bakalım. Kommentler de yazın. Deməli uşaqlar, gəlmişik belə gözəl bir yerdə oturmuşuq. İndi wine içəcəyik. İnşallah heç kimin tualeti gəlməz. Salam dostlar. Salam dostlar. İndi isə gəlmişik pirog yeməyə. Mən ilk dəfə Varşavaya gələndə burada artıq pirog yemişəm. Çox dadlıydı. Ona görə uşaqları gətirdim bura. Sosial bateriyam hal-hazırda öldü. Nə düşünürsünüz bu barədə? Sən qələt eləyirsən. Mən düşünürəm ki, bu tamamilə normal bir prosesdir. Proses deyil. Sosial bataryana so delicious görsənir. Ətli pirogini yoxlayırıq. Qaynadılmış ət qoyublar içinə üsyan. O birisini daha çox bəyəndim. Mushroom, toyuqla kərət olan. Bəyəndim, toyuqlu olanı bəyənmədim. İstəyirsən dəyişək. Maş ola. Pirog almışıq, aperələ pul vermişik deyə. Dağlar açıqlığa mən sizə bir şey deyim. Yəni biz Ləmanın söymü olar. Yəni Yox, olmaz. Deyil. Ləmanın zibilinə keçmişik açığı. Hə, bu Uşaqlar, mən bir dənə çəkəcəm. Mən deyəndə ki, Polşada, Avropada cost saving eləmək lazımdır. Yəni bunu da nəzərdə tutmurdum bu pasiya klubları. Amma eybi yox. Getdik. En azından içkimiz var. Yolda keçə getməlik. Belə gəlmişik indi fabrikaya. Fərhad. Bəli.
Yedirik. Şırılarda da. Süpersən. Süper. Əlasan. Uşaqlar, bu vlog çox xaotik alınacaq. Çünki hamı bir ağızdan danışır. Bir-birimizi başa düşə bilmirik. Yanlış Bir də götürdüm. minyon. Başqa bir sürdüm. Bizdən şikayət etdilər, deyəsən. Ayda bu nədir? Mənim telefonum yenilənir, əməlli başlı. 9-da başlamalıydı bu vlog. Bəli, indi hal-hazırda saat 11 işləyibdi. Bəli. Bu da bizim kravatımız. Zor kravatda Allah. Tələbəni də oturur. Ləman bacım xalalıq vəzifəsini yerinə yetirir. Mən də çəkim onu. Ləman xanım. Salam. Çox xoş oldu sizləri burada görmək. Bir neçə sual vermək istəyərdik. Təbii ki, amma çox az vaxtımız var. O qədər çox işləyirəm ki, inanırsınız ki, bəlkə də bir ayda birinci bazar günü çıxmışam. Proyektlər gələcək, amma mən indi tələsirəm. Görüşürüz. Ləman Hanım kendi çarpıcı stiliyle kameralarımızdan kaçmadı. Emirhan vlogumuza bir dənə salam deyə. Merhaba. Gelir bizim küçüğümüz. Salam, Bir əziz daha. Fərhad sevərlər, salam ki sevərlər. Yaxşı, bir dənə sakit ol. Bugün biz Bax, xaos yaranır. Vlog açan kimi bildim, xaos. bugün Axı biz mən danışıram. Bildim. Bugün biz hardayıq? Mankəndə. Bax, oxuya da bilmirsən. Gəlmişik Maneklə. Deyirlər ki, ən dadlı. Danış, burada nələr var? Burada kreplər, duzlu, şirin, hər cür krep tapa bilərsiniz və hər şey krepdən 30 dəqiqədir ki, bunları gözləyirik. 30 yox 40 xahiş edirəm. 40 dəqiqədir ki, gözləyirik. Amma heç nə olmaz, yenə də məncə dəyəcək. Hələ ki, dadına baxmamışıq. Sağ olun, bir dənə tez yeyib danışaq. Yeyib şey. İnsanlar çək. Biraz acıdır. Vurdu mən. İndi bir dənə də belə simtamlısı nə yoxlayaq. Bilmirəm, acam yoxsa dadlıdır. Amma dadlıdır. Tutu səncə? Məşəşəm. Mən danışmıram. Nə oldu? Sıcaqdır, hə. Bir dədir. Bunlar məncə tez yetişirəm. Tez yolunu cəbrə. Çox dadlıdır dünən. Abi yemək nə verir o? Çox dadlı dedi də. Çox tatlıdır. Yedik, bitirdik, batırdık. Hə, belə şey. Dadlı. Düzdür. Oh my god. Oh my god da yani doğrudan da oh my god. Very, very tatlı. Danska çatmışıq. Çox gözəl bir şəhərdir. Danskdayıq. Aşiq olduq doğrudan da yəni hələ çox az gəzmişik də, indicə maşından düşmüşük. Bir də bura baxın. Oh my god, çox qəşəngdir. Sola gedəcəyik. Ümumi vibe, şəhərin sakitliyi, gözəlliyi, arxitekturası, hamısı mənim çox xoşuma gəldi. Çox adam monluq çəkəndə belə 2 dəqiqədən bir məsələn sən danışsan sözü tutanmamsan kimsə başlayır nəsə danışmalı bir şey. Allah əsəbləşirəm deyil adamlara, Quran and olsun. Bir deyən o biri qutarsın, bir də deyən şəkilçək. Yakaladık sizleri. Nerelere böyle gidiyorsunuz? Yeni projeler var mı? Yakında evet görüyorum. Peki evlilik ne yerde? Ya böyle biz şimdi akışına bıraktık inşallah hayırlısıyla. Ederiz gerçekten. Son kez bir poz alabilir miyiz Emir Hanım?
Bir kargaşa mı yarandı? Bir kargaşa mı var? Allah ne varsa seyahate gelirse olsaz. Təkcə qızlarla gəlmək. Yalnızda bir kilo oğlanacaq. Çox təriflənəm. Cornelia Bakery-dən olan sinabonları yoxlayacağıq. Deyirlər ki, bu sinabonu yeyəndən sonra Azərbaycanda yediyin heç bir sinabon sənin üçün sinabon olmuş olmur. Belə dostlar, bu da bizim sinabonlarımız. Videosunu da göstərmək istəyirəm. Hətta sizin üçün belə edəcəm. Və 05. Bəli. Bir də şey var. Yeah. Gdansk'dan bağlı düşüncələriniz? Bu hissəni çox bəyəndim. Hər iki çox bəyənirəm. Gözüm gözəl yerlər görür. Bəli, Gdansk Çox mükəmməldir. Yaxşı Həqiqətən ki deyildiyi kimi var. gəlmişik. Bir Yaxşı günlük ki olsa gəlmişik. belə yaxşı ki Vallahi gəlmişik. həqiqətən ev yoxdur, bir gündür amma olsun. Gəldik, gördük. Gəl çatdıq. Maqnitimizi aldıq. Əsas odur. Missing Mən də çox bəyəndim dostlar, demək istəyirdim ki sizə. Yeməyimizi təqdim edirəm sizə. Bugün de American Kitchen deniyoruz arkadaşlar. Polşa'da. İşte ki, çirkinləşsin məsələ. Qardaşı daha da dərinə getsin. Məcbur içir ha, başa düşdün. Verirlər bana. Biraz da mən için yaxşı. Təsəvvür elə yiyib vermişəm. Sizce neye lazımdı bu butulka? Kommentlerde yazın. Kamran üçün aparır. Yeni gündən hər birinizə salam olsun. Qaldığımız ev çox soyuq idi. Hamımız demək olsa ki, xəstələnirik yavaş-yavaş. Mən onsuz da xəstə idim, biraz sağaldım, yenə xəstələndim. İndi gəlmişik breakfast-a. Breakfast yeyəcəyik. Belə dostlar, yeməyimiz belə görünür. Ben buraya gelelim abladan. Təəssüratlarınız. Möhtəşəm. Gözünlə Gdansk. zordur. Gecə gözü ilə də zor. Özbeki var. Aynen. Hayır. Uşaqları çox maraqlı bir yerə gətirmişəm. Bəyəndin? Deməli uşaqlar indi yuxarıya çıxırıq CCTV-ni görmək üçün. Belə indi yuxarı qalxırıq. Ay, çox çətindir qalxmaq bu arada. Uşaqlar düşdük. Fərhadın zibilinə CCTV dedi. Ay qız. Salam aleyküm. Sen Ay qız da bəsdi də. Çatdıq. Ölümcül. Yorulduq. Gedə görək. Dəyər miydi? Biz harda? Bura nədir belə? Necə get? Of uşaqlar. Of uşaqlar yenə. Yenə qalxıram pilləkənlər. Görək başımıza nə gəlir. Oy mama. Dostlar. Uzun bir journey'dən sonra nəhayət ki gəlib bu view'nu gördük.
İndi sizə də göstərəm. Bir dənə şov var idi. Fort Boyard. İndi Fort Boyard oynayacağıq burada. Davay, kim onları götürə bilər? Ayda doğruda nə necəsə o heç olmasa $1 götürsə yaxşı olardı. Mən fikir verməyək. Gəlmişik. İndi bir dənə ekler yeri var imiş. Çox dadlıymış. Buradan ekler aldım. Görək. Yoxlayacağıq. Deməli uşaqlar, eklerlərimiz belə görünür. Hərəsi fərqli dadda, tadımlı. Uşaqlarımız bu da Fərhad, bu da Tut, bu da Sevilin, bu da İmran. Belə dostlar, Səbişqayla son dəqiqələr. Gedirlər Krakova. Darıxıcıysan mənim üçün? Çox darıxacıyam. Aldı bak. Səbin olmasaydı biz nə edərdik? Bacım. Sağ ol bacım. Səndən indi səmimi bir görüş. Belə dostlar, gəlmiş indi train station'a. İndi gedirik Krakova. 6 saat yol gedəcəyimizə görə. Tutduq. Bim. Ağlama Tutu. Ne vlog çəkirdi və qoymadı. Canım, fəhlə, fəhlə. Bu da Zəhranın otağı. Salam. Salam. Burayı doldurduk mu? Doldurduk. Girdik. Mən heç qucaqlamam. Hər birinizə salam. Yanımızda yeni qonağımız var. Sizə göstəririk. Deyir mən deyim. Sonra sizə göstəririk. Hə, yaxşı. Başqa şey gətir. Yaxşı, yaxşı. Küsmə. Gəlirlər. Küsmə, küsmə. Hər şey yaxşı olacaq. Yeni qonağımız Zəhra Səkiyeva. Sağ olun. Səkiyeva dedim çaşdım. Səkiyeva. Salam dostlar, salam. Hara gedirik? Hara gedirik? Gedirik gəzməyə. Biz Krakovdayıq. Bəli. Gəzməyə gedirik. Hara gedirik də? Oltana gedirik. Bugün Oltanı görəcəyik. Əsl turistik hissələri. Daha sonra isə Kajbenş və daha lokal hissələrdə günümüzü sonlandıracağıq. Allah. Kral tapşırıb ki, ikimiz də bir dənə güllə tikün. Kiminki qəşəng olsa dəyərləndirəcəm. İkisi də hərəsi birini tikib. Hamı soldakını çox bəyənib. Aha, mən də Soldakını o qədər bəyəniblər ki, sağdakı çox baxıllıq eləyib. İndi gəlin mənə. Çox qısqanclıq eləyib, sonradan qardaşını öldürüb. Aha, ondan sonra gəlib təzə güllə tikər. Evlərindəki bir dənə Sol mətbəx. tərəfdəki tikəni. Hə. O həmin bıçağı da sonradan xatirə olsun deyə gəlib buradan asıblar. O bıçağı göstərəcəm. Oyda, nə maraqlı. Özüdür, öldürür. Oyda, nə maraqlı. Maraqlı. İndi o bir şey. Saksafon kimi bir səs gəlir. O səs yarıda kəsilir. O vaxtı müharibə olanda bura hücum çəkiləndə kimsə qalxıb onun başına o şeylə səs eləyəndə yarıda ölür belə, yəni necə öldürüblər. Ona görə o səs həmişə yarıda kəsilir. Oyda, nə maraqlı. Bir dəfə, yəni kartada bir dəfə zət o səsi verilir. İnşallah indi o səs gələr, çəkərəm vloqa əlavə edərəm. Şəhərdə gəzsək albom gələcək.
Ləmanın acam deyib seçdiyi meal. Girl dinner. Arojna, sok. Bu nədir? Kartoşka fri. Uşaqlar mən McDonald's yeyirik. Amma o qədər qəşəng yerdə yeyirik ki. Baxın buralara. Əjdahanın ağzından üstə çıxdı bir anlıq. Ləman dedi çəkim, amma çəkə bilmədim. Turmusan Rəşad, bura haradır? Açığı deyim, bura məndə birində. Tac Mahal. Avstriya kralı yaşayıb. Macar obrisində Avstriya Macar biri olub. Avstriya Macar kralı olub. Sonra bunun 2 dənə oğlu var. Biri Avstraliyalı, biri Macardır. Başa düşdün? Bunlar böyüyürlər. Biri Avstriya kralı olur, biri Macar kralı. Ona görə Rəşad Çaşbaş qaldı. O vaxt Osmanlının ala bilmədiyi qala var burada. Hə, yaxşı. Uşaqlar hamının inandığı Mariyanın bakir olmaq söhbəti yalandır. Mariya o vaxtda bir dənə rahiblə yatıb, İsa doğulub. O da var həmin otaqda. Göstər. Orada yatıblar yoxsa doğulub? Yox, orada yatıblar, burada doğub. 9 ay buradan ora getməz. İndiyə qədərki təəssüratlarınız. Gdansk super, Krakow super, Varşava. Bu Krakow vlogudur. Varşava pis. Krakow super. Yüksək. Hər Varşava yerin öz bəyənmədim. gözəlliyi var. Mən hamısını bəyəndim. Qızana soğuk dayan görək. Mən hələ Krakowda qızan olub. İlk günümdür sənin. Ləman kaosdan beslənir. Orada girirsən arzu tutursan, Əlinə bax. başqa spirit. Bantiklərinə bax quyruğunda. Bu vaxtlar şəhərdə ortasında yəni var. Bayağı ottan gördük ki, sən qabaq. Orada düzülürlər sırayla. Bunlar ora sıçıb batırmasın deyə götlərinə probka taxılır. Gün ərzində də bunların bütün günü probka ilə İçində. Ancaq axşam çıxardılar zaporla. belə. Hə, qara belə böyük probka var, olmaz. Dostlarım probkayı da çıxarsam sətli. Yerini necə buraxır da yəni. Yaxşı, bu bizim bütün Krakova gələnlərə danışdığımız bir yalandır. Tam inanıb. Mən də çox pis olmuşdum. İçi Rəşad qarışıq, Qalmışdım mən amma. qarışıq. Bizə də danışıblar inşallah. Bu mənim qardaşım. Şey yaşarsın, heç nəyinizə inanmayacağam. Allah haqqı söyle, bağlayırıq. Vlog bitir. Yeni gündən salam. Qızlar hələ oyanmayıblar. Fikirləşdim ki, burada bizim qaldığımız evin yanında belə göl qırağı bir yer var. Gəlin. Romanticizing my life, baby. Gün artıq bizim üçün başladı. Gördüyünüz kimi mən də hazıram. Bugünkü outfitimi çox bəyəndim. Dostlar, çox gözəl görünürəm. Evre Kajmerin top məkanlarından biridir və köhnə sinagogdur. Hal-hazırda kafe, restoran, bar olaraq fəaliyyət göstərir. Burada gələnlər mütləq yoxlayır, gəlir, bəli. Uşaqlar gəlmişik uzaq şəbəkə. Burada çox evsizlər var, burada qalırlar. Burada belə 3 Gecələr biraz soyuq olur, amma yay vaxtı yaxşıdır burada yatmaq. Orada göl var, göldə yeyib duşlarını qəbul edir. Meşəlikdə tualet ehtiyacını qəbul edir. Bu insan niyə burada yaşamasın? Hanıma papiros yedinə. Deyir bir dənə papirosun olar. Bir bəyin bir papirosu varmı? Belə də mədəni olmaz. Mədəni olmaz. Çək, mən gedirəm indi. Amma ki, Mən gör ki, dayanıram, mənim bəs. xəbərim yoxdur. Yoxsa Yox, gəlim? sən də gəl. Güya ki, sən məni çəkmirdin, amma çəkmişəm, kadra düş. Mən ətrafı çəkməyə çalışıram.
Bugün yağışlı bir gündəyik. Yaxşı, mənə kapşonum var. Yaxşı ki, mənim də kapşonum var. Yağış yağır, bu ki göyür. Bir dənə sakit ol. Yağış yağır, hava çox qəşəngdir. Saat hardasa 12 bir iradələridir. Biz gedirik zavtraq eləməyə. Onda getdik. Getdik. Çətirimizin Salam. altında qalır. Ha, gəl. Getdik. Hey. Ama gəldi ya sıxmağa. Uşaqlar, bubble tea almışıq. Dadı necədir? Allah. Brown sugar yaxşıdır, o birisi. Bu da pis. Bu pisdir. İğrənc. Ay, Bakıdakı satarlar tiyumiyə içilərini. heç nə çata bilməz. Hər də tiyumi içməmisinizsə, tiyumi için. Həmişə tiyumi için. Həmişə. Həmişə. Qızlar gəliblər və pasibas yoxlayırlar. Şeylikli gülşə var. Ama işləmə. Niye videonun içine bok koydun? Çok tatlıdır. Çok tatlıdır. Çok tatlı. Çok. Mən də. Mən də sevmirəm. Məncə bu adi toyuq burgeri kimi deyil. Şeyə fərqlidir. Qabdı. Kayf. Azərbaycan. Azərbaycan. 20-dən 10 çıxanda neçə qalır? 10 çıxan 7. Hə, bu da 4 ver. Hər kəsə salam dostlar. Axırıncı dəfə bilmirəm harda bu vlog açılıb. Amma bugün, yəni biz heç nə eləməmişik. Bütün gün yatmışıq. İndi də saat hardasa 7-8-dir. Fatimə gələcək. Gedəcəyik Fatimə ilə gün keçirtməyə. Nice. Axşam keçirtməyə. Travellarda İnsan da oradan yorulur və yatmağa ehtiyacı var da. Nə qədər günorta yatıbsa belə yenə də reset olmağa ehtiyacı var, heç nə eləməməyə. Biz də bugün onu elədik. Heç nə eləmədik. Uzun olduğum hər yerdə mən. Keçin içəri. Bacı, mən də ara şey oldu. Mən biz Aydanı gözləyirdik. Bunu gördüm, qorxdum. Bunda yerindən sağza başqalarına koydu. Kız o mən maçır şeyler. Qızlar, Çok tatlı bir şeydi bu arada. Tatlı bir şey. Ben uşaqlar Çıraqova köçürəm. Vol 982. Hələ də köçürəm. Salam salam. Bugün bizdə qızlar deytidir. Oğlanlar yatmaq seçdilər. Qızlarla gedirik breaking Fast bak saat 14:52. Uy, damız nersə? Səni Xəngəl yemək istəyirik amma səncə? Səncə nə fikirləşirsən? Xəngəl yeyimi Səncə saat nə 5-dir. Hava soyuqdur. Deməli gəldik bu gün də Gürcü xəngəl yeməyə. Biraz mən və Zəhran zor. Yəni polski yeməklərdən başqa hər şey, yəni Vietnam, yemək. kömür, Deməli biz yenə bu iki qızla xaçapuri yedik. Sən yox idin. Gürcüstan mətbəxi eşkimiz. Bitmir. Tutub elə elədi oradan tatlı.
Uşaqlar, salam. Deməli, biz gedirik Zakopaniyaya. Ora getmək üçün Flixbus'a minmək lazımdır. Flixbus 11:10-da tərpənir. Saat da indi hardasa 10:35-40 arasıdır. Qırxor olar. Bir sizdə duranda necə ac olacaq? Duranda çox pis ac olacaq. Biz hələ də Flixbus stationda deyilik və yolumuz tam olaraq 17 dəqiqədir. Baxaq görək çatacağıq yoxsa yox. Uşaqlar. Deyəsən çatırıq. Prosta indirək. Sence çatacağıq? Stüdyomuzda xaos yarandı. Ay Allah, inşallah çatarıq. Çatdıq. Zakopan. Uşaqlar, Zakopana gəldik, amma heç gözləmədiyimiz bir mənzərə ilə qarşılaşdıq. Yolda yatmışdım və gözlərimi açdım, gördüm ki, baxmayaraq ki, biz dünən baxmışıq ki, burada 85% yağış var. Bunu nəzərə alıb gəlmişik, amma bu yağış çevrilib qara. İmkanlardır ki 85% yağış ehtimalı var. Deməli ki, qalan 15% qar. 15 də deyil, böyle 85 qardır. Sonra nə olur, mənə ver də, nə olur? Təmiz paktoloq verir. Yaxşıdır. Yaxşıdır. Depostele getsək, çıxıb gəzməyə cəmi 2 adam qalacaq. Bilirsən belə. Xılı taksi gözləyirik. Qəşəng bir məkana gəlmişik. Mənzərəsi belə. Stollar zət hamısı belə çox şirin odundan. İynə çox qəşəng iyi gəlir. Super iyi gəldi. Biraz qızarıb qızımız utancaqdı biraz. Siz fikir verməyin. Uşaqlar. Bu nədir? Bu nədir? Ora gedirik. Hara gəyirik? Uşaqlar əgər bura gəlsəz, mütləq bu hani və mustardlı ribdən, qabıqadan alın. Necədir? Mən hələ yeməmişəm. Buna bax. Uşaqlar, mən 20 ildir Polşada yaşayıram. Rəman dedi ki, bu restorana girəyim. Mən dedim, yox, dadsız olacaq. Peşmanam əməlimdən. Bu restoran dünyanın ən yaxşı restoranıdır. Nə? Ləman olmasa biz indi burada nəyi biçirdik? Gəlmişik funikülərə uşaqlar, yuxarı çıxacağıq. Deyilənə görə çox qəşəng view var orada. Deməli uşaqlar, gəlmişik dağın ən başına. Çox qəşəng view var. İndi Rəşad müəllim bizi daha gözəl view olan bir yerə aparır. Ona görə çatdırıb sizə göstərə bilmədim. Uşaqlar, deməli bizim funikülərlə çıxdığımız yer belə bir yer imiş. Və heç nə yoxdur. Hər yer bağlıdır. Başa düşmədim. Donuram. Soyuqdur. Ucu krasovkalarım da yaş olub, ucu ayaqlarım buzluyub. Amma nəysə, hər şey gözəldir. Özümüz fikirləşirəm, görürsən bu vlogun axırı nə olacaq? Heç nə, nə olacaq? Zor olacaq. Zor olacaq. Dərindir ya. Oba soyuqdur. Ay bilə, soyuqdur. Yarım saatdir gəzirik. Nə var, Rəşad dedi ki, burada sürüşməyə nəsə var. Ayaqqabılarımı sizi günlük göstər. Ayaqlarım buz bağlıydı. Bizdə. Hamı çox əsəbidir. Mənim də. Bu ayaqqabılarla heç bura gələsi deyildik. Yes. Nичего, shit. Закопаемся. Sən hava funikülər işləmir.
Taksi çağırdıq. Taksi də gələ bilmir. Ayaqlarım yamyaşdı. Donub. Hər yerim donub. Ölürəm. Neyse. İndi taksiyə doğru adımlayaraq. Belə gördüyünüz kimi belə yollarla gedirik. Ölümcül bir vəziyyət. Qorxusu yoxdur. Yaxşıdır. Bəli, qorxmuruq. I wanna hold the hand inside you. Airbnb-imizə girməyə çalışırıq, amma ki çox çətin basamaklar atlamalıyıq Airbnb-yə girmək üçün. Ləman stresi. Davay getdik. O niye? Portal Games'ten ya gittim. Tanılmaz. Çok sakitçiydi. Bir tane bizim sesimiz çıxır. Biliyorsunuz. Paylaqların baş çatmır sən. Deyir burada kimsə oturur. Soyunun dayı qardaşlar evimizə belə git. Burada çeyrətəsən. Tutun elini ayakkabılar soyun. Nə deyir? Ayakkabılar soyun. Neçə açarımız qaldı? Eve giren kimi deli oldum, bir de buna bakın. İnsan eve belə bir şey koyar. O nedir? Yastık. Bu nədir? Qorxdum, necə qorxdum. Sabah Tutu getməlidir Bakıya, çünki vizasına bircə gün qalır. Amma Tutunun nə bileti var, nə kifayət qədər vizası var. Saat 00:30-dur. Və biz bilmirik ki, bu qız sabah hara gedəcək, məsələn. Necə gedəcək, nə ilə gedəcək. Heç bir fikrimiz yoxdur, amma hər şey yaxşı olacaq. O qədər bir də Antalya. Sən Mən demirdim onu, Fatimə deyirdi. Başım, danışanda biraz sözlərə diqqət. 1, 2, 3. Detay verseydin keşke. İnşallah gözləydi poxus. Səfərin şoxunu call center-də. Qalibdəki call center-də da. Yox, elə call center gələ bilir, nə qayıb. 55-də alsa vaxtında çatmırıq ay Kamran. Çatmır. Çatmırıq. Niyə çatmırıq? Almıram. Alın da 12 saat neyinirsiniz? Gəl ha. Buydu bax. Real buydu. Buydu. Reality show buydu. Niyə yə qaqaş? Yox uşaqlar, mən уже doğrudan dözə bilmirəm. Necə atırlar pulları? Vaxtında atmalıdılar. Necə hansı strategiyadan atılmalıdır ki, hamı rahat olsun axırda? Əvvəla nə olmalıdır? Ləman dərhal boşluq tapan kimi xərclədiyi pulu yazmalıdır ora. Birinci səhv budur. Sənə üzvə görə deyirəm ki, qaqa. Nəyə xərclədin, naxada at, hamı səni atsın. Və amma və lakin bunun əmması var. Atanda ora donə yazır, repçeki atmalıdır ya da donə yazır. Bir də o quş qoymalıdır. İmənə donə yazmalıdır. Bəli, Məsələn, set də yazar. Uşaqlar, mən başa düşmədiyim odur ki, pulu mən xərcləyirəm, haqq hesabı mən eləyirəm, pulumun dalınca mən düşürəm. Bəs yaxşı, başqalarına nə eləyir? Mən başa düşmürəm. Yəni bu şeydə, tripdə mən çox əziyyət çəkdim. Həm finansal olaraq mən çox əziyyət. Mən 2000 manat pul xərcləmişəm uşaqlar. Nəyə? Bilinmir. bilet almalıdır. O nə qədər burada Tut xanım, bura gələnə qədər nə qədər pul xərcləmisiniz? Mən 21 fevral 30 mart bilet almışdım. Sonra elə oldu ki, gördüm ki 21 fevral almışam, uçuşum gedibdi. Neysə, sonra getdim 19 marta bilet aldım yenidən. Lot biletim qayıdış üçün aktivdir. Amma çəkin eləyərək. Ağlama, qızım. Ağlama. Yəni mən bilmirəm ki Qatar biletdə.